Salam dostlar. Microsoft PowerPoint 2010 proqramı üzrə hazırladığımız növbəti video dərs slaytların nümayişi adlanır. Bu dəfəki video dərsimizdə adından da göründüyü kimi hazırladığımız slaytların nə formada, hansı şəkillərdə nümayiş etdiriləcəyinə baxacağıq. Beləliklə dərsimizə başlayaq. Əvvəlki video dərslərdən hazırladığımız slaydı gözdən keçirək. Yadınızdadırsa, əvvəlki video dərslərimizdə kiçik bir slayd forması hazırlamışdıq. Bu slayda animasiya və keçidlər vermişdik. Hazırlanmış slaytların nümayiş etdirilməsi üçün slide show, slayd göstərilməsi lent tabının əmrlərindən istifadə edilir. Gördüyünüz kimi bu lent tabının ilk lent qrupu Start Slide Show, slayd nümayişinə başla adlanır. Burada olan ən vacib düymələrimiz solda yerləşən iki düymədir. Belə ki, birinci düymə From Beginner, birincidən etibarən nümayişə başlamanı, yəni başlanğıcdan nümayişə başlamanı təmin edir. Bu düymənin qısa yolu F5, digər düyməmiz isə From Current Slide, cari slaytdan etibarən nümayişə başlamanı təmin edir ki, onun da klaviatura qısa yolu Shift F5-dir. Bu ikisini müqayisə edək. Gördüyünüz kimi hal-hazırda mən 3 nömrəli slaydımızı seçdim və From Beginner düyməsini sıxıram. Gördüyünüz kimi əmrin icrasından sonra birinci slayddan etibarən nümayiş başlayacaq. ESC düyməsi ilə nümayişi sonlandırıram. Yenə 3-cü slaydımızı seçirəm və bu dəfə From Current Slide və yaxud Shift F5 düyməsini sıxıram. Gördüyünüz kimi bu halda elə aktiv olan slayddan, yəni 3-cü slayddan etibarən nümayiş başlamış oldu. Yenə Escape düyməsi ilə nümayişi saxladıq. İndi digər düymələrimizə baxaq. Növbəti düyməmiz Slayd nümayişinin yayımlanması adlanır ki, bu düymə webdən, yəni internet üzərindən slaytları göstərmək üçün istifadə edilə bilər. Fərdi slayd nümayişi düyməsindən istifadə etməklə biz göstərmək istədiyimiz slaytları seçə bilərik. Belə ki, açılan pəncərədən New əmrini icra etməklə fərdi slayd nümayişimizdə hansı slaytların göstəriləcəyini seçə bilərik. Gördüyünüz kimi MS Office başlığı ilə göstərilmiş slayd və MS Excel başlığı ilə göstərilmiş slayd fərdi slayd nümayişi üçün əlavə edildi. Bundan sonra OK düyməsini sıxmaqla bu iki slaydın ayrıca göstərilməsini təmin etmək olar. Növbəti lent qrupumuz Setup, quraşdır adlanır ki, burada slayd nümayişi ilə bağlı müxtəlif nizamlamalar aparmaq mümkündür. İlk düyməmiz Setup Slide Show, slayd nümayişinin sazlanması adlanır ki, düymənin üstünə vurduqda Setup Show adlı pəncərə, yəni nümayişin parametrləri adlı pəncərə ekranda görünür. Buradan da istifadə etməklə müxtəlif tip seçimləri nizamlaya bilərik. Məsələn, Show Tip, tipi göstər hissəsindən istifadə etməklə nümayişin məruzəçi tərəfindən idarə olunan formada tam ekran göstərilməsini, istifadəçi tərəfindən idarə olunan formada pəncərədə göstərilməsini və yaxud avtomatik idarə olunan formada tam ekran göstərilməsini təmin edə bilərik. Eyni zamanda buradan qələmin rəngini seçmək, Show Slide hissəsindən bütün slaytların göstərilməsini və yaxud slaytların nömrəsini yazmaqla, məsələn, birinci slayddan 3-cü slayda qədər nümayişin tətbiq olunmasını təmin etmək olar. Sonda OK düyməsinə basaraq dəyişiklikləri sənədimizə tətbiq edə bilərik. Setup hissəsinin lent qrupunun digər bir düyməsi Hide Slide adlanır. Bu, slaydın gizlədilməsi üçün nəzərdə tutulmuş düymədir. Tutaq ki, biz slayd nümayişi zamanı 3-cü slaydı, Word ilə bağlı olan slaydı göstərmək istəmirik. Bu zaman həmin slaydı seçirik və Hide Slide əmrini icra edirik. Bundan sonra gördüyünüz kimi 3 nömrəli slaydımız digər slaydlarla müqayisədə solğun rəngdə olacaq və onun nömrəsi çərçivəyə alınacaq, üzərindən xətt çəkiləcək. Deməli, biz Word proqramının loqosu olan slaydı gizlətmiş olduq. Əgər F5 düyməsini sıxsaq və nümayişə başlasaq, həmin slayd göstərilməyəcək. Gördüyünüz kimi, ikinci slayddan sonra birbaşa nümayiş 4-cü slayd ilə
yəni Excel proqramı ilə davam edəcək. Yenidən 3 nömrəli slaydımızı seçməklə Hide Slide düyməsinin üzərinə vuraraq gizlədilmiş slaydı aktivləşdirmək, əvvəlki formasına qaytarmaq olar. Qeyd edək ki, slaydı gizlətmək üçün onun üzərində mausun sağ düyməsini basmaq və Hide Slide əmrindən istifadə etmək də mümkündür. Vaxtın sazlanması düyməsindən istifadə edərək slaydların vaxtla göstərilməsini, vaxtla nizamlanmasını təmin edə bilərik. Belə ki, düymənin üstünə vurduqdan sonra slayd nümayişi başlayır və biz slaydları klaviaturadan və yaxud mausun kliki ilə idarə edirik. Avtomatik olaraq bu zaman hər bir slayd üçün uyğun vaxt təyin edilmiş olur. Gördüyünüz kimi ikinci slaydımız üçün hal-hazırda saniyələr gedir və 11 saniyədən, daha doğrusu 13 saniyədən sonra növbəti slaydımıza keçdik. Uyğun olaraq bu slayd üçün də tətbiq olunan vaxt 8 saniyə olacaq. Növbəti slaydımıza yenə keçirik. Bundan sonra isə digər slaydımıza. Hal-hazırda bizə məlumat verilir ki, bütün slaydların göstərilməsi üçün 33 saniyə vaxt tələb olunacaq. Əgər biz Yes düyməsini sıxsaq, bu zaman slaydın vaxtla idarə olunması rejimi aktivləşəcək və hər bir slayd üçün bizim təyin etdiyimiz zaman müddəti həyata keçiriləcək. Beləliklə, Yes düyməsini vursaq, avtomatik olaraq biz slaydların çeşidlənməsi rejiminə keçəcəyik. Və burada birinci slayd üçün 9 saniyə, ikinci slayd üçün 14 saniyə, üçüncü slayd üçün 9, dördüncü və 5-ci slaydlar üçün 1 saniyə vaxtın ayrıldığını görəcəyik. From Beginner düyməsinə sıxsaq, avtomatik olaraq heç bir müdaxilə etməsək belə slaydların vaxtla idarə olunması prosesinin aktivləşdiyini görəcəyik. Belə ki, bizim təyin etdiyimiz müddət başa çatdıqdan sonra avtomatik olaraq digər növbəti slaydlara keçid baş verəcək. ESC düyməsi ilə yenə nümayişi ləğv edək, normal görünüş rejimimizə qayıdaq. Vaxtı ləğv etmək üçün, vaxtla idarəni ləğv etmək üçün Transition Length tabının After hissəsindən istifadə edə bilərik. Belə ki, birinci slaydın üstündə mausla klik etdikdən sonra Ctrl-A düyməsini sıxırıq. Gördüyünüz kimi bütün slaydlar seçilir və After sözünün qarşısındakı işarəni götürürük. Nəticədə vaxtla idarə ləğv edilmiş olacaq. Yenə slaydların çeşidlənməsi rejiminə keçsək, görəcəyik ki, artıq saniyələr götürülüb. Saniyələrin olması isə vaxtın olması demək idi. Yenidən Slideshow, slayd göstərilməsi lent başlığı ilə davam edirik. Record Slideshow düyməsi vasitəsilə slayd nümayişi zamanı səsimizi, musiqini və s. yazmaq mümkündür. Növbəti 3 düyməmiz uyğun olaraq təsvirlərin, vaxtın və videoların idarə olunması üçün nəzərdə tutulub. Bəzən slayd nümayişi zamanı bir neçə monitordan istifadə edilir. Belə olan halda monitorlar lent qrupunun əmrlərindən istifadə etmək olar. Birinci hissədən ayırd etmə dəqiqliyini seçə bilərik. Gördüyünüz kimi müxtəlif ölçülü monitorlar burada göstərilib. Göstər hissəsindən istifadə etməklə slayd nümayişinin göstəriləcəyi monitoru təyin edə bilərik. Və sonuncu təqdimatçı rejimindən istifadə. Bu düyməni aktivləşdirsək, bir neçə monitordan biri istifadəçi üçün nəzərdə tutulacaq. Digər seçilmiş monitor isə slayd nümayişinin göstərilməsini təmin edəcək. Beləliklə, Slideshow lent tabının düymələrinə baxdıq. Ümumiyyətlə, bunlardan ən vacib olanı From Beginner klaviatura qısa yolu F5 və From Current Slide, cari slayddan etibarən klaviatura qısa yolu Shift F5 olan düymələrdir. Review lent başlığına da qısa şəkildə nəzər salsaq, burada olan düymələrin əksəriyyəti bizə əvvəlki proqramlardan, məsələn Word proqramından tanış olan düymələrdir. Yəni burada yenə də orfoqrafik qrammatik səhvlərlə bağlı araşdırmalar, tərcümə, dilin profilinin seçilməsi kimi düymələr, kommentlərin qoyulması, silinməsi kimi düymələr
öz əksini tapır. View hissəsinə də sürətli şəkildə nəzər salaq. Gördüyünüz kimi View görünüş lent tabının ilk lent qrupu Presentation Views təqdimata baxış rejimləri adlanır. Qeyd etmək istəyirəm ki, təqdimata baxış rejimləri pəncərənin sağ aşağı hissəsində də mövcuddur. Əvvəlki video dərslərimizdə göstərdiyimiz kimi burada normal, hal-hazırda aktiv olan rejimdir. Slide çeşidləyicisi, oxu görünüşü və Slide Show cari slayddan etibarən nümayişə başlama düymələri yerləşir. Eyni zamanda View görünüş lent tabının slayda baxış rejimləri lent qrupunda da normal, slide çeşidləyicisi və oxu görünüşü yerləşir. Bundan əlavə Notice Page qeydlər səhifəsi adlı aşağıda olmayan digər bir görünüş rejimimiz də burada mövcuddur. Əvvəldə qeyd etdiyimiz kimi normal görünüş rejimində hər bir slayda əlavə məlumatların qoyulması üçün burada, yəni pəncərənin aşağı hissəsində qeyd hissəsi nəzərdə tutulub. Biz qeydlər pəncərəsi görünüşünə keçməklə vərəq üzərində, daha doğrusu vərəqin yuxarı hissəsində slaydın özünü, aşağı hissəsində isə qeydi görə bilərik. Beləliklə, miqyasımızı dəyişməklə biz bu qeydi daha yaxından oxuya və yaxud üzərində dəyişiklik apara bilərik. Yenidən normal görünüş rejimimizə keçək. Master View lent qrupunda 3 müxtəlif düyməmiz yerləşir. Birinci düyməmiz Slide Master, slide ustası düyməsidir. Bu düyməni sıxdıqda slaydımızın görünüş forması dəyişəcək və biz slaydlarımıza müxtəlif tip effektləri təyin edə biləcəyik. Yenidən X düyməsi vasitəsilə bu rejimdən çıxa bilərik. Ümumiyyətlə, Slide Master şablon slayd formalarından istifadə etmək üçün nəzərdə tutulur. Paylama materialları ustası düyməsi vasitəsilə çap ediləcək materialların görünüşünü təyin etmək, nizamlamaq mümkündür. Gördüyünüz kimi miqyası kiçildərək vərəq üzərində görünüşün hansı formada olacağını təyin etmək olar. Açılan yeni lent başlığından istifadə edərək səhifənin parametrlərini, portret formasını və yaxud kitab formasını seçmək, eyni zamanda vərəq üzərində yerləşən slaydların sayını təyin etmək mümkündür. Təkrar qeyd etmək istəyirəm ki, çap zamanı vərəq üzərində ən çox 9 slaydın yerləşdirilməsi mümkündür. X düyməsi ilə bu rejimdən də çıxa bilərik. Sonuncu düyməmiz Notice Master qeydlər ustası adlanır. Yenə bu düymə vasitəsilə qeydlərin nə formada yazılacağını təyin edə bilərik. Yəni yenə də müxtəlif şablonlardan istifadə etməyimiz mümkündür. Gördüyünüz kimi vərəqin yuxarı hissələrində də header başlıq hissəsi və tarix əks etdirilib. Aşağı hissədə də eyni cür altlıq üçün yer qoyulub. Yenə X düyməsindən istifadə edib rejimdən çıxırıq. Show göstər hissəsində xəttkeşlərin göstərilib göstərilməməsi, tor xətlərinin göstərilib göstərilməməsi və göstəricilərin, yəni mərkəzi göstərən kəsişən qırıq xətlərin ekranda əks olunub olunmayacağı təyin edilə bilər. Zoom hissəsi miqyasın dəyişdirilməsi üçün nəzərdə tutulub. Gördüyünüz kimi eyni adlı pəncərədən istifadə edərək hər hansı miqyas formalarından birini seçə bilərik. Pəncərəyə uyğunlaşdır, pəncərəyə sığdır düyməsinin üzərinə vursaq, miqyasın neçə olmasından asılı olmayaraq həmin slaydımız, cari slaydımız pəncərədə tam şəkildə görünəsi miqyasa gətiriləcək. Növbəti sektorumuz rəngli boz rəng salarları adlanır. Buradan görünüşün rəngli olmasını, boz rəng salarlarından istifadə edilməsini təyin etmək olar. Gördüyünüz kimi boz rəng salarlarına keçdikdən sonra müxtəlif seçimlərimiz də öz əksini ekranda
daha doğrusu lent tabında tapmış oldu. Və sonuncu düyməmiz qara və ağ, black and white düyməsidir ki, bu düymənin icrasından sonra ancaq ağ və qara rənglərdən istifadə olunur. Sonuncu iki sektorumuz Windows, pəncərə və makros adlanır ki, bu hissə haqqında da əvvəlki video dərslərimizdə Word ilə bağlı olan video dərslərdə kifayət qədər danışmışdıq. Son olaraq, nümayişin daha effektli görünməsi, alınması üçün müxtəlif üsullara baxaq. Burada müxtəlif klaviatura qısa yolları və s. haqqında danışacağıq. Deməli, nümayişə başlamaq üçün klaviaturadan F5 düyməsini sıxırıq. Beləliklə, bizim nümayişimiz başlamış olacaq. Və gördüyünüz kimi, slaytların hər biri digərini əvəz edir. Slayt nümayişi zamanı bir əvvəlki slayda və yaxud bir sonraki slayda keçmək üçün klaviatura üzərindəki oxlardan istifadə etmək və mouse'un sol düyməsindən istifadə etmək mümkündür. Bundan başqa, slaytların sol aşağı hissəsinə mouse'u gətirdikdə burada müxtəlif düymələr meydana çıxacaq. Gördüyünüz kimi, sağ tərəfdəki düymə bir sonraki slayda və yaxud animasiyaya, sol tərəfdəki düymə isə əvvəlki slayda və yaxud animasiyaya keçmək üçündür. Digər düyməmiz qələmi aktivləşdirir. Növbəti düyməmiz isə mouse'un sağ düyməsi ilə açılan menyunu ekranda əks etdirəcək. Bu menyu vasitəsilə yenə əvvəlki və sonraki slaytlara keçmək, slaydın adını göstərməklə həmin slaydın özünü aktivləşdirmək və s. əmrlərimiz mövcuddur. Eyni zamanda sonuncu əmrdən istifadə etməklə slayt nümayişini sonlandıra bilərik. Əgər biz slayt nümayişi zamanı Ctrl-P əmrindən istifadə etsək, bu zaman bizim öyrəşdiyimizin əksinə çap əmri yox, başqa bir əmr yerinə yetiriləcək. Belə ki, əgər biz Ctrl və P düymələrini birlikdə sıxsaq, o zaman mouse'un göstəricisi qələm formasını alacaq və biz nümayişin daha canlı təqdim olunmasını, daha canlı keçməsini təmin edə bilərik. Bu qələm yazı yazmaq, müxtəlif əməliyyatların mouse vasitəsilə daha effektli icra edilməsi üçün nəzərdə tutulub. Qələm rejimindən çıxmaq üçün ESC düyməsini sıxırıq. Növbəti dəfə Escape düyməsini sıxdığımız zaman isə slayt nümayişindən çıxılacaq. Ancaq bu zaman bizə əlavə etdiyimiz xətlərin qalıb qalmaması haqqında sorğu ünvanlanır. Təbii ki, xətlərin qalmasını istəyirik. Slaytların nümayiş etdirilməsi zamanı nümayişə pauza vermək və yaxud nümayişi ekrandan tamamilə itirmək də mümkündür. İndi F5 düyməsini sıxaq. Gördüyünüz kimi, avtomatik rejimdə, yəni slaydımız vaxtla idarə olunur. Əgər biz slaydın vaxtla idarə olunması zamanı klaviaturadan S düyməsini sıxsaq, bu zaman slayd nümayişinə pauza veriləcək. Yenidən həmin düyməni sıxmaqla slayd nümayişini davam etdirə bilərik. Gördüyünüz kimi, yenə S düyməsini sıxdım və animasiya yarıda kəsildi. Bundan əlavə, slayd nümayişi zamanı W düyməsini sıxsaq, bu dəfə isə görüntü ekrandan tamamilə itəcək. Yenidən W düyməsini sıxmaqla qaldığımız yerdən slayd nümayişini davam etdirə bilərik. Əgər nümayiş zamanı biz klaviaturadan Ctrl və A düymələrini birlikdə sıxsaq, bu zaman mouse'un göstəricisi və idarəetmə düymələri, sol tərəfdə yerləşən idarəetmə düymələri aktivləşəcək. Ctrl və H, Ctrl H düymələrini birlikdə sıxdıqda isə idarəetmə düymələri və mouse'un göstəricisi gözdən itəcək. Bundan sonra mouse'u nə qədər tərpətsək də idarəetmə düymələri və mouse görsənməyəcək. Yenidən Ctrl A düyməsini sıxmaqla biz idarəetmə düymələrinin və mouse'un
görünməsini təmin edə bilərik. Deməli, nəyə diqqət etmək lazımdır? Adətən biz öyrəşmişik ki, Ctrl-P əmri həmişə çap üçün istifadə olunur. Bu qayda slayd nümayişi zamanı dəyişir. Yadda saxlayırıq, Ctrl-P əmri slayd nümayişi zamanı çap etmək işini görmür. Qələmi aktivləşdirir. Eyni cür Ctrl-A əmri obyektləri mətn hissəsində bütün mətni seçmək üçün istifadə olunurdu. Yenə də Ctrl-A əmri slayd nümayişi zamanı tamamilə başqa bir iş görür. Ancaq onu da qeyd etmək lazımdır ki, digər görünüş rejimlərindən hər hansı birində Ctrl-P əmrini icra etsək, çap rejiminə keçə bilərik. Gördüyünüz kimi, hansı rejimdə olmağımızdan asılı olmayaraq, Ctrl-P əmrini sıxmaqla çap rejiminə keçə bilirik. Son olaraq, qeydlər səhifəsi görünüş rejimində də bunu yoxlayaq. Və deməli, biz normal görünüş rejimində slaytların çeşidlənməsi, oxu görünüşü rejimində və qeydlər pəncərəsi rejimində Ctrl-P əmrini yoxladıq. Gördük ki, bütün rejimlərdə Ctrl-P əmri normal olaraq çap işinə yarayır. Sadəcə slayd nümayişi zamanı Ctrl-P əmrindən çap üçün istifadə edə bilmirik. Ümid edirəm ki, bu məlumatlar da işinizə yarayacaq. Beləliklə, PowerPoint proqramı ilə bağlı olan sonuncu video dərsimizi yekunlaşdırdıq. Növbəti video dərslərimizdə isə Access proqramı haqqında danışacağıq. Sağ olun.